Misli Premier Ligasının 19. turun açılış oyunu Sabah Araz Naxçıvan qarşılaşması Sabahın 4-1 hesablı qələbəsi başladı. Maçdan sonra keçirilən mətbuat konferansında Sabah komandasının baş məşqçisi Valdas Dambraskas maraqlı açıqlamalarla yadda qaldı. Jurnalistin çempionluq mübarizəsində əsas rəqibiniz olan Qarabağ və Neftçi görüşünün təxirə salınması gündəmdədir. Buna etiraz etmək istəyirsinizmi? Sualına Dambraskas bu cür cavab verdi. Mən istəməzdim bu suala cavab verim. Çünki mən Qarabağın baş məşqçisi deyiləm. Orada işləmirəm. Sabahın baş məşqçisiyəm. Mən bura gəlmişəm ki, Sabah haqqında suallara cavab verim. Nəyə görə daim Qarabağ haqqında suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm. Qarabağ haqqında soruşmaq istəyirsinizsə, onların oyununa gedin, baş məşqçisinə sual verin. Sabahın oyununa gəlirsiniz və mənə Qarabağ haqqında sual verirsiniz. Bu hardasa hörmətsizlikdir. Siz bizə də hörmət edin. Bu ölkədə təkcə Qarabağ mövcud deyil, başqa komandalar da var. Mən Qarabağa gördükləri işə görə böyük hörmətlə yanaşıram. Jurnalist sualın verilmə səbəbi o idi ki, Qarabağın oyununun təxirə salınması sizə haqsızlıq olmazmı sualını bir daha təkrarlayıb, Valdas Dambraskas isə bu cür açıqlama verib. Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun. Biz oyun oynayırıq. Siz isə hər dəfə gəlib Qarabağ və Neftçi haqqında danışırsınız. Əziz azərkeşlər, söz sizdə. Sizcə Sabah komandasının baş məşqçisi Valdas Dambraskas bu məsələdə haqlıdırmı?